biz bilirik ki, dünya imtahandır. Bəli. Dünya sınaqdır. Biz bunu bilirik. Bəli. Amma bunu qəbul edə bilmirik. Bizim başımıza gələn o problemlər, o çətinliklər ki var ha, onlar biz nə edirik? Etiraz edirik. Bəli. Niyə başıma gəldi? Niyə falan hadisə oldu? Niyə yoldaşım belə oldu? Uşağım belə oldu? Qonşum belə dedi? İş yoldaşım belə dedi? Ancaq etirazlar, ancaq nigarançılıqlar. Biz qəbullana bilmirik bunu. Bəli. Bilirsiniz bunu nəyi göstərir? Bu benim Allaha etirazdır. Bəli. Mən Allaha etiraz edirəm. Çünki Əslində Allah bəli. Quranda buyurur ki, mən sizi imtahan edəcəyəm. Yoxsulluqla, yeməklə, nə bilim, xəstəliklə imtahan olacaqsınız. Bu bilirik bunu. Bəli. Bununla yanaşı, amma yenə etirazınızı bildiririk Allaha. Deyir Allah, sən niyə mənim başıma, qabağıma bu bəlanı çıxartdın? Niyə mənim başıma bu hadisə gəldi? Gileylənirik. Gilələnirik. Niyə yoldaşım bu cür oldu? Daim şikayətlənirik, gilələnirik. Yəni Allahın o çıxartdığı sınavlara biz etiraz edirik. Təbii ki, bu etiraz olandan sonra da bu bir növ naşükürlükdür. Bəli. Bu başlayırıq bizə min cürə xəstəliklər, depressiya, təşviş, nevroz yaranmağa. Etirazdır da, Allah etiraz edirik. Amma bunun yerinə biz elə bilərik ki, bunu qəbullanaq və şükür eləyək. Baxaq ki, bizim problemimizin kökü hardadır? Onu tapıb aradan qaldırmaq daha məqsədə uyğundur. Nəinki biz Allaha etiraz edək, Allaha qarşı çıxaq. Buna görə bizdə bu problem yaranır. Yəni kökündə mənəvi aşınma, mənəvi yoxsulluq durur.